Bu adam qurbanlarının gözlərinə 10 santimetrlik mismarlar çaxırdı. Çünki beynindəki səslər ona belə əmr etmişdi. Süleyman Aktaş adlı Türkiyə vətəndaşı 31.500 volt cərəyana düşüb sağ qaldı. Amma beyni tamamilə yandı. 1986-cı ildə beynindəki səslərə qulaq asıb polis rəisini öldürdü. Dəli diaqnozu qoyulub xəstəxanaya yerləşdirildi. Amma 4 il sonra cəmiyyətin içinə buraxıldı. 1994-cü ildə öz kəndinə qayıtdı. Bir gecədə 4 nəfəri öldürdü. Polis cəsədləri tapanda dəhşətə gəldi. Süleyman onların kəlləsinə və gözlərinə çəkiclə mismarları çaxmışdı. Səbəbini soruşan polislərə soyuqqanlıqla bunu dedi. Mən onları öldürmürəm. Başlarına mismar çaxaraq beyninə elektrik xətti çəkirəm və onları ölümsüzləşdirirəm. Çivici qatil kimi tarixə keçən bu adam ömrünün sonuna dək psixiatriya xəstəxanasına qapadıldı. Bəs sizcə bu cür insanları cəmiyyətə necə qazandırmaq olar? Fikirlərinizi rəydə yazın. Daha çox belə dosyalar üçün səhifəni izləməyi unutmayın. Tarixin ən gizli əməliyyatının təfərrüatları və dəhşətli faktlar barədə videonu indi Cinayət Dosyası YouTube kanalından izləyə bilərsiniz.